Bəli, gördüyünüz kimi artıq Şuşa 6-cı ildir ki, öz dirçəlişinin yenidən qurulmasını yaşayır. Ölkə rəhbərliyinin, xüsusilə möhtərəm cənab prezidentin bilavasitə diqqətində və qayğısı nəticəsində aparılan bərpa quruculuq işləri çox şaharlıdır. Biz həm ilk növbədə keçmiş məcburi köçkünlərin qalxması üçün yeni yaşayış komplekslərinin inşası, sosial infrastrukturun bərpası, eyni zamanda Şuşanın mədəniyyət paytaxtı olduğunu və nəzərə alaraq burada mədəniyyət obyektlərinin, abidələrin bərpası, turizm infrastrukturunun sürətlə yaradılmasının şahidiyik. Bugünə kimi bilirsiniz ki, Şuşaya artıq 1411 nəfər şəxs daimi məskunlaşıbdır. Hazırda şəhərdə daha 3 yeni yaşayış komplekslərinin inşası davam etdirilir və gələn ildən bu yaşayış komplekslərdən 43 binadan ibarət yaşayış komplekslərində 3000-dən çox insan məskunlaşacaqdır. Bir məktəbimiz artıq fəaliyyət göstərir. 960 şagirdlik, 300-ə yaxın şagird orada təhsilini alır və gələn ildən biz eyni zamanda bu təhsil sistemində həm erkən, belə deyək, təhsil indi sayılan uşaq bağçası, yəni artıq bunun inşasına bu il başlanacaqdır və gələn il isə eyni zamanda bilirsiniz ki, bizdə böyük real məktəb deyilən abidənin bərpa quruculuq işləri aparılır. Orada Qarabağ Universitetinin İncəsənət Fakültəsi eyni zamanda digər bir məkanda həmən universitetin turizm fakültəsi də Şuşa şəhərinə köçürülüb, burada fəaliyyət başlayacaqdır. Mən düşünürüm ki, bu özü-özündə gənclərin, tələbələrin bu şəhərdə yaşaması, oxuması, fəaliyyət göstərməsi bizim şəhərimizin daha da sürətlə dirçəlməsində və yenilənməsində öz böyük töhfəsini verəcəkdir.